Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məştəqanın tam mərkəzinə yaxın, 187 nömrəli məktəbə yaxın, parka yaxın və qapısına qədər asfalt, sotyarım və sotyarımdan artıq torpaq sahəsinin üzərində bir zal, 2 yataq, 1 mətbəx, 1 sanzel həyət evinə çıxıb. İnşallah həyətin təqdimatını təqdim edək sizlərə və sonra keçirik evin içərisinin təqdimatını. Allah hər kəsin malına mülkünə bərəkət versin. Evin torpağın çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Və ilkin olaraq qiymət 75.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən də endirim olunacaq. Giriş hissəsini sizlərə təqdim edir. Sağ hissəsində, mən dayandığım hissədə sağ hissəsində keçidi var və sol hissəsindən də keçidi var. Evin qabaq hissəsində işıqlandırması və belə deyək, girişi çardağa qoyulub, su xəttinə qədər həyətdə var və kanallarına qədər var. Yerdən də ən azından belə deyək, 4 daş köçürülür. Və keçək inşallah içərisinin təqdimatını təqdim edir sizlərə və ilk öncə ondan öncə də giriş hissəsini təqdim edir zəhmət olmasa. Və keçirik evin içərisinin təqdimatına. Bütün otaqlarda kombinin xətlərinə qədər artıb. Bir də onda da zəncir çatdıraq ki, yəni mətbəxdə mətbəx mebeli hədiyyədir. Kimi də istəsə kombinən qoymaq, o da mümkündür. Ağ qapılardan istifadə olunub, ilkin olaraq zal hissəsini sizlərə təqdim edək. Böyük bir zal hissəsi, ümumiyyətlə otaqlar, yəni kişi otaqlardır, normal otaqlardır. Və onu da nəzərinizə çatdıraq ki, otaqların aboyları ayrı-ayrılıqdadır. Və keçək yataq otaqlarının təqdimatına inşallah. 2 yataq otağından ibarətdir və bir zal. Gözləyin. Və ikinci yataq otağını təqdim edək sizlərə. Və mətbəx hissəsini təqdim edir və mətbəx qeyd etmişəm, mətbəx mebeli hədiyyədir, fikirlərin tam təzə. Qeyd etdiyimiz kimi hər otağın aboyu ayrı-ayrılıqdadır, kombi xətlərinə qədər atılır. Kim istəsə kombinlə də qoydura bilər, yəni bu inşallah qiymətə dəlalət edəcəkdir. Və sanuzel hissəsini göstərir, sanuzel də tam hazır vəziyyətdədir, aksesuarlar quraşdırılır, veriləcək və dəyərli izləyicilərimiz. Qeyd etdiyimiz kimi Məştəqanın tam mərkəzinə yaxın 187 nömrəli məktəb və parkın qapısına qədər asfalt, sotyarımdan artıq torpaq sahəsinin üzərində 4 daş kürsülü, 1 zal, 2 yataq, 1 mətbəx, 1